Ölümün nəyi pisdir? Ancaq görüntüsü pis gəlir insana. Amma onun arxasında nə var? Hara gedirsən ölümlə? Onu soruşmur adamlar özlərini. Bilsələr hara gedirlər, görərlər ki, görüntüsü pisdir, arxası çox gözəldir. Ahirətə gedirik. Ahirət necə bir yerdir? Bir, həmişə varsan orada. Da qorxu yoxdur ki, oğlum ölər, övladım dünyadan keçər, həyat yoldaşıma nəsə olar, evim əlimdən çıxar, pulum azalar, şan şöhrətim gedər. Belə bir şey qorxusu yoxdur. Həmişə varsan və hər şey xeyrə doğrudur. Təsəvvür edin belə aləm. Getdikcə ancaq daha yaxşı olacaq. Pis olma şansı yoxdur. Olduqca daha yaxşı olacaq. Nə yorulacaqsan, nə xəstələnəcəksən, nə köhnələcək vücudun. Deyirlər, necə mələklər necədirsən deyil. Yatmaq yox, yatmağı da Allah rəva bilmir ki, heyif adam yatsın orada. Quran belə vəsf edir, orada deyir, növbə-növ meyvələr və ürəkləri istəyən hər şey var.